Nəhayət pəncərə qayıtdı. Yox, söhbət illər öncə apardığım verilişdən getmir. Söhbət verilişimin adaşı, illərin restoranından gedir. Məncə buranı çox adam tanıyır. Amma tanımayanlar üçün əla bir kəşf olacaq. Diqqətlə baxın. Deməli, yeməklərdən xarço ilə başladıq. Acı sevməyənlər üçün məsləhət deyil. Amma bu bir gürcü yeməyi olduğu üçün acılı olması normaldır və çox ləzzətli idi. Allah, təkcə buna görə gələrəm də bura, yəni. Təkcə buna görə. Sonra gürcü xəngəli sifariş etdik. Xəmir tez dağılır. Xəngəllərdən bəzilərinin xəmiri çox nazik olduğu üçün tez dağılırdı. Bir də çox suluydu. Dadı isə qəşəng. Nə yalan deyim, ləzzət elədi. Kürdəmirdə xəngəl həsrəti çəkən Ceyhun pəncərənin xəngəli ilə əməlli başlı eşq yaşayırdı. Dad əfsanə, dad möhtəşəm. Kabablardan isə lülənin dadı çox əla idi. Bu qədər ləzzətli olacağını gözləmirdim. Digər kabab növləri isə standart və normal. Bu arada məkanda ət qutabını da mütləq yoxlayın, dadı damağımızda qaldı. Yəni aurası bu qədər çox ürəyimə yatan ikinci yer yadıma gəlmir. Ciddi deyirəm. Ümumiyyətlə pəncərə yeməklərinə görə adla tanınır. Adicə salatlarından tutmuş qazan yeməklərinə qədər hər şey üst səviyyədədir. Pəncərə ailəvi məkandır. Canlı musiqiləri var. 2 salonu və kabinetləri var. Aurası isə daha çox rus və gürcü restoranlarını xatırladır. Adam burada qəşəng ad gün keçirə, bayram şənliyi keçirə. Biz burada tanımadığımız insanlara qarışıb bir xeyli oynadıq və çox əla bir gün keçirdik. 20 ildən çox yaşı olan məkanda bir çox şeylər dəyişib. Menyu, personal, idarəçilik, amma bir şey dəyişməyib, o da keyfiyyətdir. Pəncərəniz xeyirliyə açılsın.